Biz bezmişik, biz evimizə istəyirik. Biz artıq heç nə istəmirik. Bir binanı olar 5 il ələ tikə bilməyiblər. Bizim başımıza mən niyə 5 il plus da 5 il gözləməliyəm ki, mənə ev verilsin? Qalmışıq belə ortaqda küçələrdə. Əvvəllər Nərimanov rayonu Qarabağ küçəsində yaşayan sakinlər indi evsiz, yurdsuz qalıb. Vətəndaşlar 5 ildir ki, onlara vəd olunan evlərini ala bilmirlər. Sakinlər bildirirlər ki, İS Rezidens MMC 2021-ci ildə onlarla müqavilə bağlayaraq evlərini söküb. Yerində bina tikintisinə başlayıb. Müqavilədə göstərilib ki, İS Rezidens MMC binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarlarını mülkiyyətçiyə təqdim etməlidir. Lakin müqavilə şərtlərinə əməl olunmayıb. 2021-ci ildə İS Rezidens MMC şirkəti bizim gəlib evlərimizi müqavilə əsasında söküblər. Lakin 5 il keçməsinə baxmayaraq bizə evlə təmin eləmirlər. Bizim hamımızın məhləmiz, evimiz burada olub. Biz burada qala-qala bir il yarım əvvəl bizə dedilər ki, sizin eviniz A bloku bu birisi binadadır. Bu birisi binada da hal-hazırda yaşayış edir. Mənə əgər bu binadan sən verəcəydinsə evi, niyə məni sən buradan çıxartmışdın ki, buradan çıx ki, ev tikirəm? Orada yaşayış edir, insanlar evlərini remont edir. Bizim günümüzü görürlər, onsuz da çıxmaq istəmirlər. Hardasa bir həftə əvvəl şəxsən mənə şirkət tərəfindən bildiriş gəlib ki, sizin eviniz 5 il əvvəl 31 kvadrata qarşılıq 72 kvadrat nəzərdə tutulub. Bir həftə əvvəl mənə bildiriş gəlib ki, yox 72 kvadrat vermirik, bunu salırıq 39 kvadrata. Bu 35-ci həyətdən çıxmışam, mən Məhəmməddə qalıram. Bax bunlar elə bizi gündə alladır, gedirik ofisdə də, qapılar bağlı, biz yollardayıq. O pulu elə bu yollarda xərcləyirik. Bizim məhəllənin yerindən 30-cu nömrə, 33 nömrəli, 35 nömrəli, 37 nömrəli məhəllələrdən evləri tikib, güya satıblar, qutarıblar, yoxdur burada ev. Amma sakinlərə ev vermirlər. Kira puluna gəldikdə 5 il bundan qabaq 400 manatla müqaviləni bağlamışıq. İndi harda hər yerdə heç 400 manata ev də yoxdur. Ona görə bu boyda sakinlər qalıb çöldə. Bu 5 il müddətində kirayə pulunu sizə necə ödəyiblər? Ödəyiblər dava ilə, şava ilə, gəlməsən, dava eləməsən vermirlər. Ən aşağı kira 700-800 manat. O 400 manat alırlar, üstünə də 200-300 manat qoyub kira pulu verirlər. Özlərinə də deyəndə deyirlər, hara gedirsiniz gedin. Sakinlərin şikayətləri ilə bağlı İS Rezidens MMC-nin ərazidə yerləşən ofisinə üz tutduq. Ancaq suallarımıza cavab ala bilmədik. Mən təzəyəm evdə. Ofisçiyəm. Kargüzar. Mən tanıyıcı mən elə işlərə, inzibati məsələlərə mən baxıram. Özünü ofis işçisi kimi təqdim edən şəxs bizə əlaqə yaratmaqda köməklik göstərəcəyini bildirsə də, qapını üzümüzə bağlayıb getdi. İS Rezidens MMC-nin sədr müavini Xanlar Ağayevlə əlaqə saxladıq. 2021-də onlara vəd olunub ki, müqavilədə də göstərilir ki, 18 ay sonra evlərin açarları təqdim olunacaq, amma 5 il keçir üstündən. Bəli. Niyə sakinlərə evlər hazır olub təqdim olunmur? Bizdən asıl olmayan səbəbdən orada elə bil ki, cəmaatı biz köçürmüşük. Orada bir dənə 4 mərtəbəli bina var, 2 dənə. Oradan da cəmaatın 80%-ni köçürmüşük. Aslında 7 ailə qaldı. Onlar oradan çıxmırlar. Bizim o tərəfdə bir yerimiz var, orada da bir sakin qalıb. Deyirəksəmiz o sakin də çıxsa oradan tikilən binadan onlara yer verəcək. Bəs tikintisi nə qədər çəkəcək? Onsuz da müqaviləyə görə artıq 4 il keçib üstündən. 1 il, 2 ay yıkılmışdır. Kirayə pullarını da çətinliklə aldıqlarını bildirdilər. Kirayə pulunda heç bir çətinlik yoxdur. Bir dəfə olub, 1 ay ləngimə olub, amma belə ödənilir vaxt. Bəs orada satılan evlər hansı evlərdir? Orada verilən evlər hamı sakinlərin evləridir. Orada satılan ev yox. Sakin orada ev düşüb ki, o layihə çərçivəsində sakin o evi satıb, biz ona bir şey deyə bilmərik ki. Şirkətin sədr müavini satış aparılmadığını bildirsə də, gördüyümüz mənzərə fərqli idi. Üzərində satış ofisi olduğu qeyd edilən yer fəaliyyət göstərirdi. Hətta işçilər də var idi. Lakin çəkilişimizi gördükdən sonra oranı tərk etdilər. Sakinlər bildirirlər ki, şirkət satışları sosial media üzərindən maklellərin vasitəçiliyi ilə həyata keçirilir. Mövzu ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən məsələ ilə bağlı İcra Hakimiyyətində sakinlərlə görüş keçirilib. Həmçinin şirkətə bir daha ciddi xəbərdarlıq edilib. Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanlı bildirir ki, ilk olaraq binanın ərazisi sənədlərdə göstərilibsə və sonradan sənədlərə dəyişiklik edilibsə, məsələn, A bloku fərqli məkana daşınıbsa, bu vətəndaş hüquqlarının pozulmasıdır. Və vətəndaşın bununla bağlı razılığı tələb olunmalıdır, alınmalıdır. Vətəndaşın razılığı olmadan bu şeylərin edilməsi yol verilməzdir, onun mülkiyyət hüquqlarının pozulmasıdır və kompensasiya tələb etməsi üçün əsasdır. Sakinlər təkcə bağlamış olduqları müqavilədən dolayı orada göstərilən
belə deyim də, müddətin tamam olmasına əsas gətirməklə artıq məhkəməyə müraciət etməklə onlar üçün nəzərdə tutulmuş kirayə haqqlarını da artırılmasını tələb edə bilərlər və o cümlədən onların mənzilsiz qalmaqlarına görə maddi və mənəvi zərəri də tikinti şirkətindən tələb eləməyə tam ixtiyarları çatır. Tərəflər arasındakı müqavilənin şərtləri yalnız və yalnız onların qarşılıqlı razılaşması əsasında pozulması mümkündür. İndiki halda əgər müqavilə 71 kvadratla bağlanmışdırsa, tikinti şirkəti tərəfindən həmin şərtlərə uyğun kvadrat sahəsi təqdim olunmalıdır. Hüquqşünas həmçinin bildirir ki, hazırda söküntüsünə başlanılmayan binanın sakinləri də mövcud praktikanı əsas gətirməklə onlara təqdim olunan şərtlərlə mənzillərindən çıxmamağa tam hüquqları var. Nuray Qədirli, Əskər İbrahimli, Xaliq Babayev, APA TV.